Həyat sönürdü gözümün qabağında getdiyim yerdə, qaranlıq olurdu. Ağzım, bu hissələrim çeyiyirdi. Biraz yemək yeyirdim, yeyən kimi sırası bu hissələrimdə yanğı olurdu. Qolumu qaldıra bilmirdim, çeyimi olurdu. Yol keçə bilmirdim da, yəni elə keçirdim ki, Allah, mən heç yıxılmayayım, keçidi keçim. Bax, elə gedirdim. Hər gün ürəyim tərpənirdi, çox pis olurdu bunda, neysə. Elə hiss edirdim ki, bir nəfəsimi aldım, içimə hava getmədi. İndi uca bağlandı, ürəyim bağlandı. Elə də uca yıxılma hissi gəlirdi mənə. Sonra uşaqlar dedilər ki, mama, gedək, həkim deyir ki, anji eləmək lazımdır. Elədi, baxdı, 4 damarımı dəyişib həkim. Mənim həkimim Elçin İsmailovdur. Allahıma şükürlər edirəm ki, onu bizim millətə qismət eləyib. Əməliyyatdan sonra 5-ci gündür özüm hərəkət eləyirəm, yaxşıyam. Allaha şükür. Hər şey qaydasındadır. Klinikada işçilər heyran edici, çox heyran edici iş qrupları var. İnsanlara çox yaxşı xidmət eləyirlər. Çox mehribandılar. Bütün sözlər bu işlərin yanında acizdir.